Təcili olaraq Eldar Ağayev küçəsində Nemes layihəli 4 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak yerləşir Yasamal rayonunda Tbilisi prospektinə yaxın Eldar Ağayev küçəsində 2 mərtəbəli Nemes layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 4 otaqlı bir həyət evi təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Dəyərli izləyicilər, mənzilin qazı, suyu, işığı daimidir, istilik sistemi kombidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bir neçə dedikdə həm Şəfaət Mehdiyev, həm Tbilisi prospektindən keçən bütün avtobus xəttlərinin dayanacağına çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Eldar Ağayev küçəsində. Tbilisi prospektinə yaxın 2 mərtəbəli Nemes layihəli binanın 1-ci mərtəbəsində 3+1 həyətyanı sahəsi də var, 2 maşınlıq parkingi, zirzəmisi var, qazı, suyu, işığı daimidir, istilik sistemi kombidir, sənədi kupçadır. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 205.000 manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.